hal-hazırda bir dənə kitab oxuyuram. O kitabın içərisində çox dəhşət bir cümlə yazılıbdı. O cümləni oxudum, təkrar-təkrar, bir də təkrar-təkrar oxudum və beynimdə qalması üçün də videonu çəkirəm, YouTube-da da paylaşacağam ki, gələcəkdə özüm də baxım. Demək, kitabda deyir ki, istifadə elədiyimiz cümlələrin həddindən artıq böyük önəmi vardı. O dərəcədə ki, sehirli bir qüvvəsi vardı. Tutaq ki, ətrafınızda yaxın bir adamınız vardı. Baxırsınız ona, hiss edirsiniz ki, nəsə də belə xoşunuza gəlmir sifəti falan. Onu ona ifadə eləyəndə deyirsən ki, tutaq ki, sənin görünüşün çox xəstəyə oxşuyur. Hə, tamam. Siz o ifadəni ona dedikdən sonra onun beynində xəstəlik toxumu yaradırsınız, deyir bu kitab. Hə, tutaq ki də bir adamı görürsünüz, yaxınınızdır, yaxınız olmaya bilər, biraz uzaq ola bilər, dostunuz ola bilər və s. Baxırsınız ona və deyirsiniz ki də, tutaq ki də səndə bir xəstəliyə oxşar, hansısa bir xəstəliyə oxşar sifətin var deyirsiniz. Hə, bu onun beynində həmin o xəstəliyin toxumunu yaradır və o xəstəliyə tutulma şansını artırır. Bu kitabın dediyinə görə elədir. Hə, onun üçün də mümkün qədər yaxınlarımıza, ətrafımızdakı insanlara pozitiv şeylər demək lazımdır. Hə, hətta sənin beynində o vardısa belə, onun beyninə o toxumu səpməməlisən, deyir. Yəni, bu videonu çəkdim paylaşmaq üçün ki, yadımda saxlayayım, gələcəkdə bir də baxım, yadımdan çıxmasın. Çox mükəmməl bir şeydir. Və mən mümkün qədər ətrafımda kimsə tutaq ki, xəstələnibdir və s. o xəstəlik haqqında danışmaq əvəzinə mümkün qədər çalışıram ki, sağalmaq haqqında, pozitiv şeylər haqqında danışım. Amma özümü daha da müşahidə eləyəcəm, görüm həqiqətən necə eləyirəm və s. və ilaxır.